xidmət etmək, xalqa xidmət etmək, insanlara xidmət etmək, insanlığa xidmət etmək, bu ən böyük əməllərdən biridir. Əgər hər kəs bunu bacarırsa, bilsin ki, Allah Taala ona bu işi lütf eləyib, insanlara xidmət göstərməyi. Bir gün Cəbrail əleyhissalamla Peyğəmbər söhbət eləyir. Cəbrail əleyhissalamdan Peyğəmbər soruşur. Peyğəmbər soruşur ki, ey Cəbrail, insan olmaq istəyərdin? Cəbraildən soruşur ki, insan olmaq istəyərdin? Cəbrail əleyhissalam deyir ki, neçə xüsusiyyət var ki, o xüsusiyyətlərə görə insan olmaq istəyərdi. Bir də necə hansı xüsusiyyətlərdir? Cəbrail əleyhissalam onlardan biri deyir ki, cəmaat namazında iştirak eləmək. Cəmaat namazındakı Allah Taala nə qədər savab verir. Onu cəmaat bilsəydi, onlardan biri budur ki, cəmaat namazında iştirak eləmək istəyərdim Cəbrail əleyhissalam. Deyir, başqa nə xüsusiyyət? Dedi, insanlara xidmət eləmək istəyərdim. Allah Taala məni insan yaradardı, insanlara xidmət edərdim. Və o